Bu 15 yaşlı qız hamının qorxduğu seriyalı qatilin sonunu gətirdi. O bunu sadəcə inanılmaz bir soyuqqanlılıqla etdi. 2002-ci ildə Kara Robinson adlı gənc qız rəfiqəsinin həyətində olarkən silahlı bir şəxs tərəfindən qaçırıldı. Bu adam illərdir polisin axtardığı seriyalı qatil idi. O, Kara'nı evinə aparıb zəncirlədi. Amma qatilin hesaba qatmadığı bir şey vardı. Kara'nın iti zəkası. Kara panikaya düşmək əvəzinə qatilin etibarını qazandı. O, yatarkən və ya diqqəti yayınarkən evdəki hər bir detalı beyninə həkk etdi. İstifadə etdiyi siqaretin markasını, divardakı sertifikatları, hətta dərman qutularının üzərindəki adları və düz 18 saat sonra o zəncirdən xilas olub tamamilə çılpaq vəziyyətdə küçəyə qaçdı. Polisə müraciət edən Kara yaddaşındakı adlar və detallarla qatilin gizləndiyi mənzilin nöqtəsinə qədər tapdırdı. Mühasirəyə alınan qatil həbs olunacağını anlayıb intihar etdi. Kara təkcə özünü yox, qatilin növbəti qurbanlarını da xilas etdi. Bəs siz belə bir vəziyyətdə bu qədər soyuqqanlı ola bilərdiniz? Fikirlərinizi rəydə yazın. Daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın. Charles Manson və onun qatil ailəsinin qanlı hekayəsinin bütün qorxulu detalları indi Cinayət Dosyası YouTube kanalında yayımdadır.